Şəhid ailələrinə xüsusi diqqət göstərilməlidir. Dövlət tərəfindən bu diqqət daim göstərilir. Əsas odur ki, yerlərdə də bu kateqoriyadan olan insanlara diqqət göstərilsin. Rayon icra orqanlarının nümayəndələri onlara biganə qalmasınlar. Əksinə, daim onların yaşayışı ilə maraqlansınlar, onların məşğulluğu ilə maraqlansınlar. Biz onlara borcluyuq bu qələbəni, şəhidlərimizə, müharibə əlillərinə, müharibə iştirakçılarına. Əlbəttə, dövlət qətiyyət göstərdi. Biz öz iradəmizi ortaya qoyduq. Heç nəyə baxmadan, heç kimdən çəkinmədən, öldü var, döndü yoxdur deyərək torpaqlarımızı azad etdik. Bu dövlət siyasətidir və dövlətin gücüdür, vətəndaşlarımızın həmrəyliyidir. Amma onu da heç kəs unutmamalıdır. Azad edilmiş torpaqlara bayrağımızı sancan bizim qəhrəman əskər zabitlərimiz olur. Ona görə hər bir dövlət məmurunun, nəinki dövlət məmuru, hər bir insanın borcudur ki, onlara arxa dayaq olsun.